Təbib yeni təlimlərə start verib. Reanimatoloji, anestezioloji xidmət gücləndirilir. Təbibin icraçı direktorunun tapşırığına əsasən qurumun tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində reanimatoloji, anestezioloji xidmətlərin gücləndirilməsi məqsədi ilə yeni klinikada təlimlərə başlanılıb. Təlimlərin ilk mərhələsində Şəmkir və Tovuz rayon mərkəzi xəstəxanalarının reanimasiya, anesteziologiya şöbəsində çalışan 7 həkim və 19 orta tibb işçisi yeni klinikaya ezam olunub. Yeni klinikanın reanimasiya şöbəsinin müdiri Emil Qasımovun rəhbərliyi ilə həyata keçirilən təlim proqramı çərçivəsində ezam olunmuş tibb heyəti ilkin qiymətləndirilmədən keçirilib. Təlimin başlanğıcında tibb işçiləri imtahana cəlb olunaraq bilik və bacarıqları yoxlanılıb, müşahidə edilən boşluqlar əsasında fərdi şəkildə istiqamətləndirilib. Bir ay davam edəcək təlim müddətinə ezam olunmuş tibb işçiləri yeni klinikanın reanimasiya və anesteziologiya şöbələrində praktiki və nəzəri biliklərini artıraraq real klinik hallarda təcrübə qazanacaqlar. Təlim proqramı çərçivəsində praktik biliklərlə yanaşı nəzəri biliklərin artırılmasına da xüsusi diqqət yetiriləcək. Bu məqsədlə tibb işçiləri yeni klinikanın nəzdində fəaliyyət göstərən Təbib Akademiyasında təşkil olunan seminar və təlim sessiyalarında iştirak edəcəklər.